Həkim tərəfindən yazılmayan dərmanlar. Elm və texnikanın sürətli inkişafı rahat yaşayış tərzi üçün şərait yaratmaqla yanaşı, insan fəaliyyətinin ətraf mühitə mənfi təsirini artırır. Həllini təcili gözləyən bir sıra ekoloji problemlər yaradır. ABŞ çaylarının bir neçəsində aparılan monitorinqlər göstərmişdi ki, suyun tərkibində çoxsaylı dərmanlar olan tam bir aptek mövcuddur. Təkcə bir çayın suyunda 45 çeşiddə dərman qalıqları tapılıb. Doğrudur, bu qalıqların miqdarı o qədər cüzidir ki, insan sağlamlığına təhlükə törətməyəcəyini düşünmək olar. Ancaq Alman alimi Klaus Kümmeren fərqli düşünür. Biz bilmirik ki, ömür boyu müxtəlif dərmanların cüzi miqdarda qəbulu nə ilə nəticələnə bilər. Xüsusilə də bu dərmanların qarışıq halda uzun müddətli qəbulunun nəyə aparacağı tibbdə öyrənilməmişdi. Suya yalnız bədəndən xaric olunan dərman qalıqları yox, lazımsız hesab edilərək atılan dərmanlar da qarışır. Buna görə bəzi ölkələrin apteklərində lazımsız dərmanları qəbul edir, onları təhlükəsiz şəraitdə məhv edirlər. İçməli su yoxluğu olan ölkələrdə tullantı suları təmizləyərək suvarmada istifadə edilirlər. Burada məncə norma pozuntusu var, istifadə edilir olmalıdır. Tullantı suları təmizləyərək suvarmada istifadə edilir. Belə olmalı. Nəsə, ildən ilə quraqlığın tüğyan etdiyi ərazilər genişləndikcə daha çox ölkələr belə sularla suvarmağa ehtiyac duyur. 2016-cı ildə alimlər bir sıra tərəvəzlərin tərkibində risk faktoru daşıyan dərman qalıqları aşkar edib. Deməli, qidada dərman qalıqlarının saxlanması problemi bu ölkələrdə də meydana gələcək. Bəs nə etmək lazımdır? Nəhəng əczaçılıq şirkətləri olan İsveçrə və İtaliya kimi ölkələr küllü miqdarda vəsait sərf edərək tullantı sularının əsaslı təmizlənməsi işini həyata keçirir. Lakin hesablamalar göstərir ki, sadəcə bir dərmanın suyun tərkibində təmizlənməsi belə ağlasılmaz dərəcədə böyük vəsait bahasına başa gəlir. Nəysə, hətta çirkəf suların təmizlənməsi də vəziyyətdən tam çıxış yolu kimi görünmür. Çünki bu prosesdə dərmanlar öyrənilməmiş xüsusiyyətlərə malik yeni birləşmələrə çevrilə bilər. Orqanizmdə həyatın davamlılığını təmin edən müxtəlif kimyəvi birləşmələr var. Bu da problemin həll olunmama ehtimalını artırır. Alimlər vəziyyətdən çıxış yolunu insan orqanizmi üçün xarakterik olmayan mühitə düşdükdə günəş şüası və digər təbii amillərin təsiri ilə məhv ola bilən dərmanların hazırlanmasında görürlər. Klaus Kümmeren artıq xarici mühitdə daha tez məhv olan ürək dərmanının hazırlanmasına nail olmuşdu. Bəzi böyük əczaçılıq şirkətləri də bu tipli dərmanların hazırlanması üzərində işləyir. Deməli, gəldik çıxdıq 121-deyir. Təkrar istifadəyə gedən su ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarla qidalanan insanların analiz göstəricilərində dərman maddələri aşkar edilmişdir cümləsi ilə hansı sözlə başlayan abzası genişləndirmək olar? Burada deri insanların bədənində aşkarlayıblar. Deməli, bax, deri təkrar istifadəyə gedən su ilə suvarılan torpaqlarda yetişdirilən məhsullar qidalan insanın analiz göstərir. Burada içməli ilə başlayan abzas var. Orada deri suvarmada istifadə edirlər. Baxın, görürsünüz, açar sözünün suvarmadır. İldən ilə quraqlığın tüğyan elədiyi ərazilər genişləndikcə daha çox ölkələr belə sularla suvarmağa ehtiyac duyur və bir sıra tərəvəzlərin tərkibində risk faktoru daşıyan dərman qalıqları aşkar edib və təkrar istifadəyə gedən suda həmin məhsullara hopur və həmin məhsullarda da, qidada da dərman qalıqlarının saxlanması problemi öz əksini tapır. Deməli, içməli ilə başlayan abzasa yazmalısınız. Çərçivə daxilində verilmiş söz hansı nümunədə mətndəki üslubu funksiyasını daşımır? Atılan dərmanlar. Mətndə informativ funksiyadadır sözümüz. Baxaq, səbir hər yerdə dərmandır. Burada poetik funksiyadadır. Sədr deyir, eynisini daşımır. Biri götürəcək. Sonra, təkrar istifadəyə gedən suların təmizlənməsi dərman maddələri. Burada informativdir. Mətndə də informativdir. Aptek həkimlərin resepti əsasında dərman hazırlayıb satan müəssisədir. Dərman burada da informativdir. Dərmanların qiymətində artım müşahidə olunur. Burada da informativdir. Aclıq dərmanların padşahıdır, poetikdir. Deməli, 1 ilə 5 cavab olur E.
Keçdik 123-ə. Tünd qara hərflə verilmiş ifadənin mətndəki mənasına uyğun nümunələrin işləndiyi cümlə. Tünd qara hərf, böyük vəsait bahasına. Tədris binasının tikintisi böyük zəhmət. Sonra o birisində yazıb böyük qüvvə. Ağaclardan ikisi böyük idi. Bax, böyük zəhmət məcazidir. Böyük qüvvə məcazidir. 3 həqiqidir. Böyük çən həqiqidir. Böyük şair məcazidir. Yəni, cavablara baxsan, ya 3 ilə 4 bir yerdə olmalıdır. Tutaq ki, tapa bilmirsiniz mətndə həqiqidir, yoxsa məcazi. Ya da 1, 2, 5 bir yerdə olmalıdır. Hansı bir yerdədir variantlarda? 1, 2, 5. Deməli, mətndəki böyük vəsait də məcazi mənada işlənib. Cavab olur 1, 2, 5. Çünki 1, 2, 5 də məcazidir. Bu şəkildə tapa bilərsiniz. Keçirəm 124-ə. Eyler-Venn diaqramı. Mətnimiz uşaqlar, əsas mətnimiz publisistik üslubdadır. Bu tərəfdə isə görürsünüz, dərmanların klassifikasiyasından danışır. Yəni, təsnifat, farmakoloji filan terminlərdən çox istifadə olunub. Deməli, çərçivədəki mətnimiz hansı üslubdadır? Elmi üslubda. Və biz bunları nə etməliyik? Müqayisə eləməliyik. Görürsünüz, hamısını yazmadığı variantlar da var. Məsələn, 2-ni yazmayıblar. Bəzi variantlarda. İndi baxaq görək, yazılmalıdır, yoxsa yox. Tərkib hissələrini əhatə edən plan tərtib etmək olar. Sənə çərçivədə bir zaqqa söz verib, sadəcə bir dənə cümlə verib. Çərçivədəki mətni necə plan tərtib eləyəsən? Planı hansına tərtib eləyərəm? Əsas mətnimə. A-nı yazıram 1-ə. A yox, 1-dir burada. 1-i yazıram 1-ə. 2-də. Poetik funksiya daşıyan sözlər üstünlük təşkil edir. İkinci fikir bədii üslubda olan mətnə aid olur. Amma mənim əsas mətnim publisistikdədir, çərçivədəki mətnim elmidir. Yəni, 2-ni heç yerə yazmayacam. 2-ni heç yerə yazmayacamsa, 2 olan variantları silməliyəm. Zaten siz silsəniz, rahat bir şəkildə A, B, D, Y gedəcək. Düzgün cavabınız hazırdır. C variantı. Gəlin 3-ə baxaq. Aydın və anlaşıqlıdır. Publistik üslubda olan mətn anlaşıqlı olur. Şərh etməyə əsaslanır. Şərh etməyə əsaslanır demək, yəni izaha ehtiyac var. Elmiyə izaha ehtiyac olur. 4-ü yazsınız 2-yə. Ədəbi dil nümunəsidir hər ikisi. 5-i də yazırsınız ortaya. 1, 3, 4, 5. Cavab olur C. 125. Azərbaycan Respublikasının su məcəlləsində nəzərdə tutulmuş məsələlərdən hansılar mətnin məzmunu ilə səsləşir? Baxırıq. Su obyektlərinin dövlət monitorinqi onların vəziyyətinə baş verən prosesləri vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi zərərli təsirinin qarşısının alınmasıdır. Bəli, orada deyir ki, suların tərkibində olan dərman qalıqlarının miqdarının ölçülməsi ilə bağlı tədbirlər görülür. Bir aiddir. Yerüstü su obyektlərinin yerin səthində yerləşən yerüstü su axınları, buzlaqlar, qar örtüyü. Mətndə qar örtüyündən, buzlaqdan danışmır. İkiləri silirik. Və biri də götürmüşüksə, cavabım hazırdır, D bəndi. Suların mühafizəsi, açar sözdür. Zaten mətndə də suların mühafizəsi, çirklənmədən qorunma, yəni dərman qalıntılarından qorunmadan danışır. Yanğından mühafizə nə əlaqə? Su obyektlərinə istehsalat, məişət digər tullantıların. Digər tullantı deyəndə burada məsələn dərman qalıntılarını nəzərdə tuta bilərik. 1, 3 və 5. D variantı. Mətnin ikinci və üçüncü abzaslarını əhatə edən ən azı 3 bənddən ibarət plan tərtib edib yazın. İkinci, üçüncü abzasına baxırıq. Ən azı 3 abzasdan deyil. Ən azı 3 dənə tərkib hissə düzdür. İkinci, üçüncü abzasımız budur. Birinci yazırıq ki, bu hissəyə yazırıq. ABŞ çaylarının monitorinqi, bura 1. Sonra Klaus Kummer'in qalıqlarla bağlı düşüncələri bu hissədə olacaq 2. 3-də isə deməli suya qatılan dərmanlar. Məsələn, bu hissədə suya qatılan dərmanlar.
Suyun tərkibində olan dərman qalıqları. Yaza bilərsiniz. Deməli, 1. ABŞ-da aparılan çayların monitorinqi, 2. Klaus Kummer'in dərman qalıntıları ilə bağlı düşüncələri, 3. Suya atılan dərman maddələri. Ən azı 3 deyil çünki. Sonra səbəb, problem, problemin həll yolu. Şu an burada problemimiz nədir? Çayların tərkibində dərman qalıntılarının olması. Düzdürmü? Problemə səbəb olan hadisə nədir? Çayların çirkləndirilməsi də, yəni dərman qalıntıları ilə bir növün çirkləndirilməsi. Məsələn, yazdıq ki, deməli, problem çayların çirklənməsi. Problemi yaradan səbəb insanların çayları çirklətməsi. Həlli yolu isə orada yazmışdı ki, xarici mühitin təsiri ilə tez məhv ola bilən dərmanların hazırlanması. Yəni problemi ancaq deyil, belə həll edə bilərik. Yəni nə qədər təmizləsən də qalıntı onsuz da suyun içində qalacaq. Ona görə tez məhv ola bilən dərman preparatlarının hazırlanması. Problem çayların dərman qalıqları ilə çirklənməsi, səbəb insanların çayları çirkləndirməsi, problemin həlli yolu daha tez həll ola bilən, daha tez məhv ola bilən dərman preparatlarının hazırlanması. 128-də 5-ci abzasda cümlələr arasındakı əlaqəni pozan, mətni məzmunu ilə uyğunsuzluq yaradan cümləni müəyyən edib yazın. 1, 2, 3, 4, 5-ci abzasda. Yəni burada. Bunu oxuyanda bayaq mən hiss elədim və burada yazıb ki, orqanizmdə həyatın davamlılığını təmin edən müxtəlif kimyəvi birləşmələr var. Bu da problemin həll olunmama ehtimalını artırır. Nə əlaqə? Orada deyirik, yeni birləşmələrə çevrilə bilər. Bu da problemin həll olunmama ehtimalını artırır. Yəni, bu cümlə var, altından qırmızı ilə xətt çəkdiyim cümlə. Bu artıq cümlədir. Orqanizmdə həyatın davamlılığını təmin edən müxtəlif kimyəvi birləşmələr var. Məsələ nədir? Siz bir də cümləni deyirsə, cümləni köçürdün. Bax, görsən, deyir, cümləni müəyyən elə yaz. Desə, hansı sözlə başlayan cümlə, sadəcə həmin sözü yazsanız kifayət edir. Yəni, cümləni köçürməyin. Elə, məsələn, desəydi ki, hansı sözlə başlayan cümlə uyğunsuzluq yaradır, onu yazın, yazırsan orqanizm. Amma cümləni köçürtməyin elə yazdıysa, onu axıracan köçürtməlisən, nə qədər böyük olsa da. Aha, 129. Bayaqları yadınıza gəlirsə, mən dedim ki, burada problem var, lər olmalı deyil. Burada həm də başqa problem də var, mən dediyim də var. İçməli su yoxluğu yox. İçməli su yoxluğu demək, içməli su ümumiyyətlə yoxdur. İçməli su çatışmazlığı, yəni var, amma çatışmır. İçməli su çatışmazlığı, leksik norma pozuntusu var burada. Bir də uşaqlar, çəhra ilə göstərirəm. Sular cansız cəmdədirsə, xəbərim təkdə olmalıdır. Yəni, lər olmalı deyil. Və belə, içməli su çatışmazlığı olan ölkələrdə tullantı suları təmizləyərək suvarmada istifadə edilir. Lər olmalı deyil. Bax, bu ikisini də düzəltmişsinizsə tam puan, birini düzəltmişsinizsə yarım bal, heç birini düzəltməmişsinizsə və ya yanlış düzəltmə etmişsinizsə 0 balla qiymətləndiriləcəksiniz. İçməli su yoxluğu yox, içməli su çatışmazlığı. İstifadə edilirlər yox, istifadə edilir. Sonra 130. 29-u dedim də deyəsən. Altına xətt çəkilmiş söz hansı funksiyada işlənir? Atılan dərmanlar da qarışır. Əlbəttə ki, mətndə həqiqi mənadadır. Yəni, informativ funksiyadır. Tərkibdə deyə bilərik ki, sən mənim işimə çox qarışırsan. İşinə qarışmaq, məsələn. Ya da deyirəm, işimə qarışma. Ya da deyirəm, aləm bir-birinə qarışıb. Belə. Bu mətinlə bağlı problem var.